Şirk nədir? Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar. Yusuf surəsi 106-cı ayə. Yəni insanların çoxu uca Allahın yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda Allahdan qeyrilərini ibadət edərək ona şərik qoşurlar. Peyğəmbərin sallallahu aleyhi və səlləmin zamanında Allahı şərik qoşan müşriklər Allahın yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqləyirdilər. Lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyirdilər. Uca Allah buyurur: de, əgər bilirsinizsə, deyin görüm, yer və onun üstündə olanlar kimindir? Onlar Allahındır deyəcəklər. De, bəs düşünüb ibrət almayacaqsınız? De, 7 gönül Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir? Onlar Allahdır deyəcəklər. De, bəs qorxmursunuz? De, əgər bilirsinizsə, deyin görüm, hər şeyin hökmü əlində olan, himayə edən, özünün isə himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahdır deyəcəklər. De, bəs necə olur ki, aldanırsınız? Müminin surəsi 84, 85, 86, 87, 88, 89-cu ayələr. Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzu verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən Allahdır. Onlar bilirdilər ki, yaradan yalnız uca Allahdır və ondan başqa hər şey məxluqdur. Lakin onlar ibadətdə bütləri Allahla özləri arasında vasitə edir, bu bütlərin onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar. Bu barədə uca Allah buyurur: doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allaha qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Əlbəttə ki, Allah ziddiyyətdə düşdükləri şeyləri barəsində onların arasında öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. Zümər surəsi 3-cü ayə. Müşriklər ibadətdə uca Allaha şərik qoşduqlarına görə uca Allah onları İslama daxil etməmişdir. Uca Allaha şərik qoşmaq ən böyük günahdır və Allaha qarşı edilən ən böyük haqsızlıqdır. Uca Allah buyurur: həqiqətən Allaha şərik qoşmaq böyük zülümdür. Loğman surəsi 13-cü ayə. Uca Allaha şərik qoşanın bütün əməlləri boşa çıxır. Uca Allah buyurur: sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Zümər surəsi 65-ci ayə. İnsan bu günahdan tövbə etmədiyi halda ölərsə, uca Allah onu heç vaxt bağışlamayacaq. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Nisa surəsi 48-ci ayə. Allah elçisi sallallahu aleyhi və səlləm demişdir: uca Allah buyurdu: mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi mənə şərik qoşarsa, onu da, onun qoşduğu şəriki də tərk edərəm. Muslim 2985-ci hədis.